Bəli, 31 may dolunay. Oxatan bürcündə olan mavi dolunay. Başqa dolunaylardan fərqlənir. Niyə bugün bu mövzu haqqında danışdım? Çünki bütün iyun ayında şanslı pulda, sevgidə, həyatda, fərqli yönlərdə həyatını dəyişdirəcək bürclərdən danışmaq istəyirəm. Bu dolunayın baş rolunda oxatandır. Həyatınızın son 6 ayında olan bütün şəxsi mövzularda, yəni bitməli olan mövzular bitəcək. İnsanlar sizi daha çox fərqinizə varacaqlar və görünüşünüzdə bir dəyişiklik edə bilərsiniz. Yeni qərarlar verə bilərsiniz, yeni qərarlar ala bilərsiniz. Bilirsiniz ki, bu dolunay 3 ulduzun, 3 kraliyyət ulduzunun təsiri və dəstəkləyici sahəsindədir. Antares, Aldebaran və Betelgeuse. Kosmik zonada belə deyək, layiq olduğun və ilahi ədalətin tərəzisi qurulur. Bəli. Və növbəti bürc, yəni hansı bürclər? Bu 4 bürc, əkiz, oxatan, balıq, əkiz, oxatan, balıq, qız. Bu 4 bürc xüsusən həyatlarında olan dəyişim və dönüşümə qədəm qoyacaqlar. Və Aslanla Qoç da bura daxildir həmçinin. Bəli, bu dolunayda əkizlər isə yenə səhnəyə çıxır. Yəni əkiz oxatan qarşıt bürclər olduğu üçün evlilik, birlikdə gördüyünüz işlər, yatırımınız, sevgiliniz, sevdiyiniz şəxs, önəmli bir mövzu, yəni yaxud da önəmli bir münasibət başlaya bilər. Yeni qərarlarla gündəmdəsiniz. Bir belə deyim, hansısa insanla olan münasibətin gerçək üzünü də görə bilərsiniz. Münasibətləriniz rəsmiləşəcək, kimlərləsə ortaq işlər qura biləcəksiniz və bir sizin üçün önəmli olacaq, amma bir o qədər də əslinə dəyər verib dəyər görmədiyiniz bir insanın münasibətini bitirəcəksiniz. Çünki Antares ulduzu partnyor və ortaq belə deyim, iş gördüyünüz insanlara qarşı diqqət çəkməlisiniz və ayıq-sayıq olmalısınız deyir. Həm də bütün iyun ayına aiddir bu. Bəli, qızlar sizdə ailə və ev mövzuları ön planda olacaq bu iyun ayı üçün və dolunay sizə bu sahədən təsir edəcək. Bir evdən başqa evə köçə bilərsiniz, ev alıb sata bilərsiniz. Ailə içinizdə bəzi mövzuları valideynlərinizlə, doğmalarınızla oturub danışıb çözəcəksiniz. Keçmişdə o bastırdığınız, istəmirsiniz ki, bir üzə çıxsın, o bəzi duyğular ki var, o duyğular yenidən üzə çıxacaq, amma bu səfər Antares ulduzunun təsiri ilə həmin o söhbətlər çözümünə qovuşacaq. Və dolunaydan həm sərt, həm də qeyri-adi təsirlərini alan sonuncu bürc də balıqdır. Balıqlar bilirsiniz ki, karyera sahəsində ilin önəmli dolunaylarından biridir. Bəli, iş həyatınızda görünən olacaqsınız. Bəlkə də vəzifəcə, rəhbərlikcə sizdən böyük insanların diqqətini çəkə biləcəksiniz. İş dəyişdirmə, karyeranızda irəliləmə, təhsilə başlama. Burada bəzi yerlərdə sınaqlar olsa da uğurlarınız var, dəyişikliklər var. Antares ulduzu sizə böyük başarı potensialı gətirəcək. Ancaq başarı, ancaq uğur zirvə özü ilə bərabər məsuliyyət də daşıyır. Məsuliyyətli olun və irəliyə davam edin. Gerçəkdən istədiyiniz vəzifə bu yer budurmu, onu düşünəcəksiniz. Əvvəla bunu deyim ki, 12 avqust 2026-cı ilə qədər tutulmalar balıq qız bürcündə belə deyim dərəcəsində bitəcək. Quzey ay düğümlərinin tutulmaları bitəcək və ona görə də keçdiyimiz son sınaq günləridir. İnşallah ki, bilirsiniz həm də Saturn bizim ikinci evimizə keçib. Pul, karyera, iş birlikləri bu mövzularda balıq əlindən gələni eləyəcək və balıq özünü formalaşdıracaq, istədiyi sahəyə gətirib çıxara biləcək. Sevgi eşq münasibətlər zəminində isə yanınızda olmağı bacarmayan, dəyərinizi bilməyən insanları bitirəcəksiniz və qeyri-adi, ani şəkildə bitirəcəksiniz. Bu arada Qoçla, aslanlar haqqında onu demək istəyirəm ki, aslanlar, yəni şirlər, bilirsiniz ki, 13 iyunda Venera şirə keçəcək, 30-da isə Yupiter şirə keçəcək. Demək ki, bu ayın sonundan etibarən şirlərdə də böyük şans qapıları açılır. Şir dolça aksı, yəni üzbə surət olduğu üçün dolçalar da bundan təsirini alacaq. Qoçlar, sizlərdə də yeni karyera, yeni işlərə başlanğıc başlayacaq. Bir çox yerdə etdiyiniz səhvləri nöqtələyəcəksiniz. Bir də demişəm, dolunay ərəfəsində, dolunay sonrası başlanğıcında və yeni başlayanda bu ərəfələr rituallar etmək lazımdır. Gəlin sizə çox qısaca 2 dənə mükəmməl ritual deyim. Əvvəla duz, evinizin həndəvərinə, ayaq basılan yerlərə, əlinizlə bir duz səpməyi unutmayın. Duz negativi parçalayır, elə oradaca sanki bir baryer, sərhəd yaradır. İkincisi, evinizə bugün, bax elə həftənin birinci günüdür, yeni gün başlayıb. Evin kəndarına bir əlinizdə darçın səpin, bismillah deyin, evimə ruzi bərəkət kanalları açılsın, evimə ruzi bərəkət yenidən gəlsin deyin. Pəncərə ağızlarına, yəni günəş düşən yerlərə, mümkünsə bir balaca torbada darçın,
düyü, şəkər tozu, üçünü bir yerdə qarışdırıb, bax bir dənə dəfnə yarpağı belə bir balaca torbada qoyun. Quş yesin, belə deyim, həm də ki sanki elə bir təbiətdən gələn təbiətə qovuşdurursunuz və onu da qoyarkən deyirsiniz ki, darçın ruzi bərəkətimi gətirsin. Şəkər tozu evimə, ailəmə, doğmalarıma şirinlik, mehribanlıq gətirsin. Düyü isə bizə uzun ömürlüyü nəsib eləsin. Ən gözəl hər şey səndən istəyirəm, ey məni yaradan. Şükür və təşəkkür edirəm deyərək edin. Allah'a emanet.